Salam, hər vaxtınız xeyir olsun, hörmətli və dəyərli müəllimlər. Hər birinizi salamlayıram. Bu günləri sizə yeni bir sınaq izah edəcəm 20 suallıq. Suallar yenidir. Təfəkkür daxil olmaqla həm təfəkkür mövzusunu, keçdiyimiz bir çox mövzuları, həmçinin də ümumi situativ sualları əhatə edir. Bax, ilk suala cədvəl sualıdır. İdrak taksonomiyasına əhatə edir. Deyir, uyğunluğu müəyyən edin. Əgər sualın şərtində uyğunluq deyirsə, o zaman biz doğrunun altından doğrunu, yanlışın altından yanlış cavabı seçməliyik. Baxırıq doğrunun altında 1-ə. Diskriminasiyanı aradan qaldırmaq üçün həll yolu kimi hansı istiqamətə tolerantlığın formalaşdırılması daha məqsədə uyğundur. Diskriminasiya ayrı seçkilik deməkdir. Deyir, ayrı seçkilik aradan qaldırmaq üçün tolerantlığın yolunda belə deyək də həll yolu kimi hansı istiqamətə tolerantlığın formalaşdırılması daha məqsədə uyğundur. Demək, bir çox istiqamətlər var. Onlardan biz daha uyğun olanını müəyyənləşdirməliyik. Yəni, önə çıxartmalıyıq birini. Təbii ki, cavab təhlil etməkdir. Demək, bizim doğru cavabımızdır. Və doğrunun altında yazılıb. 2. Tolerantlığın növlərini onların mahiyyəti ilə uyğunlaşdırın və nümunələrlə əsaslandırın. Bu dəyərləndirmə yox, anlamaq mərhələsidir. PDF-də sizə taksonomiyadan təqdim etdiyim PDF-də bilirsiniz ki, bütün taksonomiyanın açarı olan bir PDF-dir. O PDF-də bu nümunə var. Bu nümunənin bənzəri var, oxşarı var. Və buna aid bir testdə işləmişik biz taksonomiyanı keçəndə. Demək ki, yanlışdır. Gəldik, amma doğru altı yazılıb deyə götürmürük. Gəldik, hara? Yanlışın altına. Demək, yanlışın da altından yanlışı seçməliyik. 3. Şəxslər arası konfliktlərin aradan qaldırılmasında bir-birinə qarşı tolerant olmaq nə dərəcədə vacibdir? Təhlil etmək verib burada, amma təbii ki, cavab təhlil etmək yox, dəyərləndirmək mərhələsidir. Çünki bu suala cavab verərkən hər kəsdən öz mühakiməsi irəli sürəcək. Demək, cavab biri 1-dir, bir də 3. Bax, D variantı olacaq. 4-ə baxaq. Mədəni tolerantlığını əks etdirən mətni rollu oyun şəklində nümayiş etdirin. Yəni, rollu oyun şəklində nümayiş etdiririksə, demək, bu həyata keçirməkdir. Bacarığını göstərməkdir. Bu da tətbiq etmək mərhələsidir. Bu doğrudur. Amma yanlışın altı yazılıb deyə götürməyəcək. Demək, 1 doğruydu, doğrunun altı yazılıb götürdük. 3 yanlışdır və yanlışın altı yazılıb deyə götürdük. Cavab 1, 3 olacaq D variantı. İkinci tapşırığa baxırıq. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin. A variantı. Müəllim bölmə ərzində öyrəniləcək materialların şagird tərəfindən tam qavranılmasını təmin etmək üçün bölmə sonuna qədər eyni xüsusiyyətlərinə malik şagirdləri bir qruplaşdırır. Ümumiyyətlə, hörmətli və dəyərli müəllimlər, müəllimin bölmə sonuna qədər eyni xüsusiyyətlərə malik şagirdləri bir qrupa yığmağı doğru addım deyil. Ara sıra olar. Ümumiyyətlə, müəllim əgər şagirdləri qruplaşdırırsa, qrup 2 cür olar. Homogen və heterogen. Homogen odur ki, deyək ki, ən əlaçı şagirdləri bir yerə yığırsan, ən zəifləri bir yerə yığırsan. Heterogen isə eyni qrupda həm zəif, həm güclü, həm orta şagirdin olmasıdır. Biz daha çox heterogen, yəni müxtəlif səviyyəli şagirdlərin bir qrupda olmağının tərəfdarıyıq. Ara sıra olar ki, gücləri ancaq bir yerə yığıb daha ağır tapşırıq verə bilərsən, zəifləri biraz yığıb daha yüngül tapşırıq, ara sıra ola bilər. Amma bu deyir ki, materialın şagirdlər tərəfindən qavranmasını təmin etmək üçün bölmə sonuna qədər eyni xüsusiyyətlərə malik şagirdləri bir qruplaşdırır. Yəni, bir bölmə qutarana qədər bütün eyni səviyyəli şagirdlər eyni qrupda olur. Bu yanlışdır axı. Təbii ki, bizim cavabımız elə A variantı olacaq. Bu tamamilə yanlış bir fikirdir. Amma digər cavablarda oxuyaq ki, tanış olaq. B. Müəllim öyrəniləcək mövzunun şagirdlər tərəfindən daha rahat anlaşılmasını təmin etmək üçün həyati nümunələrdən istifadə edir. Bəli, bu doğrudur. Scaffolding strategiyasına uyğundur. C. Müəllim bütün şagirdlərin dəyərli olduqlarını hiss etdirdiyi müsbət və inklüziv mühit yaratmaq üçün onlarla tanış olmağa vaxt ayırır, onların maraqlarını öyrənir və bu maraqları tədris prosesini nəzərə alır. Bəli, tamamilə doğrudur. D. Müəllim dərsini öncədən planlaşdırırsa da, proses planlaşdırmada nəzərdə tutulduğu kimi getməkdən o vəziyyəti təhlil edir. Fəaliyyətində lazım düzəlişlər edərək dərsə davam edir. Bəli, müəllim planlaması dəyişir edə bilər. Biz bu sual cavabda demişik. Y. Müəllim şagirdlərin yol verdiyi səhvləri düzgün münasibət göstərərək onları istiqamətləndirməsi, səhvlərdən öyrənmək mədəniyyətini formalaşdırmağa və öz səhvlərinin inkişafı üçün fürsət kimi görməyə kömək edir. Bu da doğru fikirdir. Bunlar hamısı doğru fikirlər idi və biz bunları öyrəndik. Nəzəriyyələrdən qazandığımız bilgilərdir bunlar. Demək, səhv cavab həqiqətən də A variantı idi. Gəldik 3-cü tapşırığa. Şagird təqdimat hazırlayır və müəllimdən təqdimatın dizaynı ilə bağlı yardım istəyir. Müəllim şagirdi ona yararlı ola biləcək internet resurslarına yönəldir.
Eyni zamanda özünün də məlumat araşdırmaq üçün etibarlı mənbələri necə müəyyən edə biləcəyini izah edir. Müəllimin bu fəaliyyətinin məqsədi barədə deyilən fikirlərdən hansı daha doğrudur? Demək, digər cavablar da doğru cavab kimi səslənə bilər. Amma bizə ən doğru, ən əhatəli cavab. Bu zaman biz variantların içərisində ən pozitiv, situasiya ilə ən çox əlaqəsi olan və daha ətraflı, daha geniş, daha təcrübəli cavabı seçməliyik. Bütün optimal variantı seçməliyik. A. Məqsəd şagirdin maraq və meyillərinin müəyyən edilməsidir. Burada maraq müəyyən edilməklə bağlı bir məsələ yoxdur. Adiyyətdir. B. Müəllimin şagirdi restorana yönəltməsi onun metakognitiv biliyini möhkəmləndirməyə hədəfləyir. Metakognitiv bilik şagird öz haqqında məlumatlıdır. Məlumatlı olmasıdır. Müəllimin onu hansısa restorana yönəltməyə metakognitiv aidiyyəti yoxdur. C. Müəllim şagirdin psixoloji xüsusiyyət nəzərə alaraq ona fərdi işləməyə şərait yaradır. Burada fərdi işləməklə bağlı ola bilər ki, burada eyni zamanda özünün də məlumat araşdırmaq üçün mənbələrini necə edə biləcəyini izah edir. Amma bu tam cavabı əhatə eləmir. İndi digər cavabları da oxuyaq, görəcəyik. Müəllimin bu yanaşmasında məqsəd şagirddə müstəqil öyrənmə səriştəsinin formalaşdırmaqdır. İndi baxın, bu C variantından D variantı bir-birinə oxşar olsa da, amma bizim daha dolğun cavabımız D variantıdır hələ ki. Çünki C-də deyir, şagirdin psixoloji xüsusiyyəti nəzərə alaraq ona fərdi işləməyə şərait yaradır. Axı, burada şagirdin hər hansı bir psixoloji məqamı ilə bağlı bir nüans verməyib ki, deyək ki, şagirdin hansısa psixoloji problemi var, buna fərdi işləməyə imkan yaradaq. Ona görə də cavab C variantı olmaz. Amma D variantı bəli. Şagirdə əgər deyirsən, sən get özün də bu barədə araşdırma apar, artıq bu şagirdə müstəqil öyrənmə səriştəsini, bacarığını, kompetensiyasını formalaşdırmaqdır. D doğru olar. E-yə baxaq. Müəllim hədəfi şagirdin mövzu ilə bağlı əldə etdiyi bilikləri bacarığa çevirməkdir. Burada biliyi bacarığa çevirməklə bağlı situasiyada hər hansı bir məqam verilməyib. Ona görə bizim götürdüyümüz cavab mütləq situasiya ilə əlaqəli olmalıdır. Cavab 3-dədir. 4. Dərsdə Nizami Gəncəvin İskəndərnamə əsəri tədris edilir. Müəllim şagirdlərə tapşırır ki, tarixi faktlarla əsərdə verilmiş faktları müqayisə etsinlər və müəllimin sərbəst yanaşmasını tarixi faktları nə qədər dəyişdirdiyi müəyyənləşdirsinlər və gələn nəticəni əsaslandırsınlar. Hörmətli müəllimlər, bu imtahan sualıdır birbaşa. Amma imtahanda Nizami Gəncəv yerinə Süleyman Rüstəmin Qılınc və Qələm əsəri ilə bağlı sual idi. Demək, hətta burada inteqrasiyada sual soruşurdu. Sadəcə biz inteqrasiyanı buradan ayırmışıq. Sırf bilik və taksonomiya hissəsini saxlamışıq. Əziz və dəyərli müəllimlərimiz, bilirsiniz ki, deyir ki, İskəndərnamə əsərini tədris eləyirəm. Şagirdlərə tapşırıram ki, tarixi faktlarla əsərdə verilmiş faktları müqayisə etsinlər. Tarixi faktlarla əsərdə verilən faktı müqayisə edəndə təbii ki, inteqrasiya olsaydı, biz burada fənlər arası inteqrasiyaya götürərdik. Bəli, tarixlə ədəbiyyatı əlaqələndirir. Amma inteqrasiya bizdə burada soruşmur deyə. Deyir ki, müqayisə etsinlər və müəllifin sərbəst yanaşmasının tarix faktları nə qədər dəyişdirir, müəyyənləşdirsinlər. Müəllifin sərbəst yanaşması tarix faktı nə qədər dəyişir? Bu, müəllifin yanaşmasını müəyyən etməkdir. Bəzən müdavimlərimiz burada nəticəni əsaslandığı sözünü görür kimi gedir A variantı dəyərləndirmə götürür. Konseptual bilik olaraq, bəli, konseptual bilikdir. Amma təbii ki, bu təhlil etməkdir. Çünki biz müəllifin sərbəst yanaşmasını müəyyən edirik. Aydındır? Müəyyən edirik ki, müəllifin sərbəst yanaşması nədir və bu tarix faktlara nə qədər təsir edib, nə qədər dəyişdirib. Demək, biz müəllifin mövqeyini müəyyən etmiş oluruq. Ona görə cavab olacaq E variantı. Birbaşa imtahan sualıdır. 5-ci tapşırıq. Cədvəldə uyğunsuzluğu müəyyən edin deyir. Uyğunsuzluğu. Demək, o zaman biz doğrunun altından yanlışı, yanlışın altından doğrunu götürməliyik. Çünki bizdən uyğunsuzluğu istəyir. Gəlin baxaq. Bir də deyir, sadə problemin səbəbini və həll yolunu müəyyənləşdirir, məntiqi düşünmə. Bu doğrudur. Doğru alt yazıb deyə götürməyəcəyim. 2. Problem yarananda səviyyə dəyişiklik edir və problemli səmərəli həll edir, tənqidi düşünmə. Demək, problem yarananda səviyyə dəyişiklik edir və problemi səmərəli həll edir, tənqidi düşünmə. Aha. Səviyyə dəyişiklik eləyər, tənqidi düşünmə. Yox, yaradıcı düşüncəyə aid olar bu. Qalsın, keçdik 3-ə. Yanlışın altından doğrular tapmalıyıq. Araşdırma aparır, mövcud həll yollarından bir neçəsindən səmərəli şəkildə istifadə edərək yaradıcı problemi həll edir, yaradıcı düşünmə. Bəli, mövcud həll yollarından bir neçəsindən səmərəli şəkildə həll edə bilirsə, biz bunu sual cavabında demişik. Bu yaradıcı təfəkkürün xüsusiyyətidir. 3 doğrudur və yanlışın altında yazılıb deyə götürəcək. Çünki uyğunsuzluğu istəyir bizdən. 4-ə baxaq.
müxtəlif məkan və zamanlarda baş vermiş hadisələrin arasında oxşarlığı müəyyənləşdirir. Bəli, bu məntiqi düşünmədir. Doğrudur. Özdə sertifikasiya imtahanında istifadə olunmuş bir nümunədir bu 4-cü tapşırıq. Doğrudur və yanlışın altında yazılıb deyə demək biz bunu götürəcəyik. Elə onda bizim demək bir də bax bir doğru oldu. Götürmürük. 2. Problemi çevik dəyişiklik edir. Problemi səmərəli həll edir. Bu yaradıcı yox, daha doğrusu tənqidi düşüncənin xüsusiyyətidir. Səmərəli həll etmək tənqididir. 1-2 doğrudur və doğrunun altına yazıb deyə götürməyəcəyik. 3-lə 4 də doğrudur. Amma yanlışın altına yazıb deyə götürəcəyik. Cavab olacaq 3-4. E variantı, bəli. Cədvəldə uyğunsuzluğu deyir deyə 3-4 oldu. Əgər uyğunluğu desəydi onda 1-2 olacaqdı. Çünki uyğunluq deyəndə doğrudan doğruları, yanlışdan yanlışı götürürük. Uyğunsuzluq deyəndə doğrudan yanlışı, yanlışdan doğrunu götürür. İndi burada 4 variantın 4'də doğrudur. Ona görə də yanlışın altına yazılan uyğunsuz kimi gəlir də bizə. Yəni axı yanlışın altında doğru fikirlər yazılıb. Bu uyğunsuzluqdur. Ona görə 3-dən 4'ü götürdük. Cavab 5'də E variantı. 6-cı tapşırığa baxırıq. Deyir, şagirdin fənlə bağlı akademik bacarıqları zəif olsa da, onun yaxşı rola girmək bacarığı vardır. Oktay Eloğlu əsərini səhnələşdirən zaman Oktay obrazını canlandırmaq istədiyini müəllimə deyir. Müəllim şagidə bunu bacaracaq qədər potensiallı olmadığını, onun akademik bacarıqlarını hələ inkişaf etdirilməsinin vacib olduğunu bildirir. Verilmiş situasiyaya hansı pedaqoji yanaşmaya ziddir? Buna bənzər bir sınaq biz işləmişik. Hələ ümumi sınaqlarımızda da bunun tip sual çoxdur. Bu birbaşa imtahan sualının özüdür. Sadəcə imtahanda Mirzə Fətəli Axundovun Hacı Qara əsərinin adı yazılmışdı. Mən həmin əsərdə Hacı Qara adını çıxardım. Oktay Eloğlu əsərini yazmışam. Yəni mahiyyət olaraq sual eyni qalıb. Demək, burada məsələ nədir? Şagirdin dərs oxumağı zəifdir, amma aktyorluğu yaxşıdır. Oktay Eloğlu əsərini keçəndə Oktay obrazını canlandırmaq istəyir. Müəllim qoymur, deyir ki, sənin bacarığın zəifdir, sən hələ inkişaf etməyirsən, sən bunu bacarmazsan. Müəllim düz edir, səhv edir uşaqlar. Təbii ki, səhv edir. İndi deyir ki, verilmiş situasiyaya hansı pedaqoji yanaşmaya ziddir? Müəllim yanlışlığa yol verib də situasiyada. Demək, biz indi düz cavab tapmalıyıq. Amma baxın, bu məqamda ola bilər ki, 5 variantın 5'i də doğru olsun. Amma biz hansı doğru cavabı tapmalıyıq? Situasiyadakı yanlışlığın doğru cavabını tapmalıyıq. Situasiyada yanlış nədir? Müəllim şagird yönümlüyü pozub, müəllim dəstəkləyici mühiti pozub, müəllim inklüzivliyi pozub, müəllim şagirdə inkişafa qapalı düşüncə tərzi formalaşdırıb, deyib ki, sən hələ inkişaf etməyibsən, sən bacarmazsan, ruhdan salıb şagirdi, düzgün yanaşmayıb, dəstəkləməyib şagirdi və s. Düzdürmü? Bunlar müəllimin etdiyi səhvlərdir. İndi biz elə doğru cavab seçməliyik ki, bax bu situasiyadakı müəllimin bütün səhvlərini özündə əks elətdirsin. Yenə də deyirəm, ay müəllimə bu cavab da doğrudur axı. Doğru cavab ola bilər burada variantların hamısı. Amma biz o doğru cavabı seçə bilərik ki, situasiyadakı bütün məsələləri əhatə edir. Gəlin bax. A. Şagirdə mənəvi dəyərləri inkişaf etdirmək, onun cəmiyyət üçün dəyərli insan kimi yetişdirmək məktəbin əsas məqsədidir. Bu doğrudur. Amma bizim situasiyamıza aidiyyəti yoxdur. B. Şagirdi sinifdə arzu olunan davranış nümayiş etdirməyə yönəltmək, nizam-insan problemini aradan qaldırmaq, onun dərs zamanı ardılmasına gətirib çıxarır. Bu da doğrudur. Amma situasiyamıza nə aidiyyəti var? C. Şagirdin emosional intellektini inkişaf etdirmək, onun sinif yoldaşlarıyla münasibətini yaxşılaşdırır. Bu da doğrudur. Bəli. Emosional intellekt nəzəriyyəsini falan keçəndə öyrənəcəksiniz. Amma yəni bunun bizim situasiyamıza aidiyyəti yoxdur. D. Şagird bacarıqlarından istifadə edərək onda açıq düşüncə tərzi, özgüvən formalaşdırmaq və motivasiya yaratmaqla onu təlimə cəlb etmək mümkündür. Bəli. Baxın, müəllim şagirdin aktyorluğu bacarıqlarından istifadə eləmişdir situasiyada yox. Bax, şagirdin akademik biliyi zəif idi situasiyada deyir. Amma rola girmə qabiliyyəti var. Müəllim o rola girmə qabiliyyətindən Oktay Eloğlunu canlandırmaqda istifadə eləməlidir, amma eləmir. Demək, birincisi ödədir. Müəllim şagirdə sən zəifsən, bacarmazsan deyir, inkişafa qapalı düşüncə tərzi formalaşdırır və burada da yazıb. İnkişafa açıq düşüncə tərzi, özgüvən formalaşdırmalıdır. Və motivasiya verməklə dərsə cəlb eləyə bilərdi. Bütün situasiyadakı səhvlərin ən doğru cavabı D variantıdır. Elə baxaq. Təlim prosesində şagirdin müxtəlif nəzərə alaraq ona uyğun mövzuların vermək lazımdır. Burada belə deyək də,
Şagirdin müxtəlifliyi ilə bağlı hər hansı bir məsələ yoxdur axı. Müxtəliflik başqa bir şeydir. Müxtəliflik şagirdin öyrənməsi ilə bağlıdır. Hər bir şagird müxtəlif cür öyrənə bilər. Amma burada bu şagirdin öyrənmə məsələsi deyil, bacarıq məsələsidir ki, şagirdin akademik biliyi zəifdir, amma aktyorluq qabiliyyəti zəifdir. Bəlkə bu uşaq sabah gedib aktyor olacaqdı, ona görə onun bacarığından istifadə etmək lazım idi. 7. Deyir, müəllim sinif müzakirəsi zamanı həm pasiv, həm də aktiv mövqe tutan şagirdlərlə işləyir. İmtahan sualıdır. Fikirlərini sərbəst bildirmək üçün onları dəstəkləyir. Bir müddət sonra pasiv şagirdlərin dərsə marağı artır və fikirlərini bildirməyə, potensiallarını nümayiş etdirməyə şərait yaranır. Bu situasiyada verilən əsasən sinifdəki fəaliyyət haqqında hansı fikir doğrudur? Birbaşa 2023-cü ilin müəllimlərin işə qəbul imtahanı sualıdır. Müəllim dərs zamanı dövlətin, cəmiyyətin və şagirdin tələb və marağı nəzərə alır. 20-ci əsr bazar formalaşdırır. Burada həm aktivlə işləyirsən, həm də pasivlə işləyirsən. Burada hər hansı bir 21-ci əsr bazarlığı yoxdur. B. Şagirdlərin təlim nəticələrini onlarla müzakirə etmir və bununla da səhvlərini təhlil etmə imkanı yaratmır. Burada səhvləri təhlil etməklə bağlı bir məsələ də yoxdur. C. Sinifdə inklüziv mühit yaradır. Bununla da şagirdlərin təlim prosesində marağının artmasına səbəb olur. Bəli, inklüziv mühit nədir, əziz müəllimlər? İnklüziv mühit o mühitdir ki, müxtəlifliyin nəzərə alındığı bir mühitdir, əziz müəllimlər. Bəli, düzdür. Hələ biz inklüzivlik dərsini keçməmişik, keçəcəyi gələcək dərslərimizdə. Amma bizim inklüzivlik haqqında informasiyamız var. İnklüzivlik nədir? Bu ümumi bir situasiyadır. İnklüzivlik müxtəliflik deməkdir. Yəni müəllim sinifdə təlimin hər kəs üçün əlçatan olmağını təmin etməlidir. Müəllim burada həm pasiv, həm də aktiv mövqe tutan şagirdlərlə birgə işləyir və passivlər də bir müddət sonra aktivləşir. Demək, həqiqətən də cavab C variantı olacaqdır. Dini etik mənsubiyyətə hörmətlə yanaşmaq. Bu situasiyada hansı bir dini etik mənsubiyyətə hörmətlə yanaşmaq varmı? Xeyr, yoxdur. Müəllim şagirdlərin bu şəkildə dərsə cəlb etməsi təlimin öyrədici, inkişaf edici və tərbiyəci prinsipinə əməl edir. Bu proqramdan çıxarılmış pedaqoji prosesin tamlığı prinsipini əhatə eləyir. Amma burada tamlıqla bağlı etinə yoxdur. Burada situasiyada bir dənə məsələ var. Müəllim aktiv şagirdlərlə işləyirmiş, indi həm aktivlərlə işləyir, həm də passivlərlə işləyir. Bir müddət sonra passivlər də aktivləşir. Demək, müəllim nə edir? Sinifdə bərabər bir mühit yaradır. Dəstəkləyici mühit yaradır. Təlimi hər kəs üçün əlçatan edir. Bu da inklüzivliyin xüsusiyyətidir. Vəssalam. 8. Deuterium və tritium sintez reaksiyasında 1 kiloqram kütləli helium alınması zamanı ayıran enerjinin miqdarını hesablayın. Həmin miqdarda enerjinin alınması üçün nə qədər daş kömürü yandırmaq lazım gəldiyini təyin edin. Təbii ki, fikir verirsinizsə, bu tapşırıqda ancaq bizdən nə istəyir? Hesablama. Bu prosedural bilikdir. Nəyisə yerinə yetirmək, həll etməkdir. Həm də idrak taksonomiya hər hansı bir düsturu verməyib. İdrak taksonomiyasını tətbiq etmək mərhələsidir və bunun üçün də bizə nə tənqid lazımdır, nə də yaradıcı təfəkkür lazımdır. Bunun üçün bizə məntiq lazımdır. Cavab D variantı olacaq 8-də. 9. Verilən fəaliyyətlərin biri şagirdlərin tənqid təvəccühünün inkişafına xidmət etmir. Diskusiyalar, dilemmalar üzərində müzakirə etmək, bəli. Diskusiya, müzakirə, dilemma iki oradan suyun arasında qalmaq da, məsələn, acından ölür, çörək uğurlamalıdır, uğurlamamalıdır və bu tip bir şey. Şagirdlərin əsaslandırma bazarını inkişaf etdirir. B. Problemli situasiya ilə qarşılaşdıqda öncə problemin nə olduğunu edərək obyektiv həll yolunu müəyyən edilməsi. Bu da aiddir. C. Şagirdin öz aralarında müzakirə apararaq əsas məsələyə münasibət bildirməsi doğrudur. Diskusiya zamanı diqqətli eşitdikləri dəqiq təkrarlamaq, bazarını formalaşdırmaq. Tənqidi təfəkkürdə eşitdiyini təkrarlamaq deyil. Tənqid təfəkkürdə qənaətə gəlmək, nəticə gəlmək, obyektiv qiymətləndirməkdir. Cavab D variantı olar. Debatlarda qarşı tərəfin nitqini dəyərləndirilməsi, bəli, bu aiddir. Tənqid təfəkkürə aiddir. 10. Müəllim şagirddən soruşur. Ağ Hun hökmdarı Mihraqulu xanla Qəznəli hökmdarı Sultan Mahmud Qəznəvinin fatihə arasında oxşar fərqliyyəti göstər. Təbii ki, bunun üçün bizə sadəcə və sadəcə məntiqi təfəkkür lazımdır. Çünki burada hər hansı bir tənqidi və yaradıcılıq bir şey yoxdur. 11. Şagird İskəndərnamə poemasında əsərin baş qəhrəmanına qarşı olan mövqeyini arqumentlərlə əsaslandırır. Öz mövqeyini əsaslandırır, arqument gətirir. Mənə görə pis hökmdardır filan şeyə görə. Və yaxud ki, nə bilim, pis obrazlı filan şeyə görə, yaxşı obrazlı filan şeyə görə. Bu təbii ki, tənqidi düşüncənin xüsusiyyəti olacaq. 12. Müəllim Əli Kərimin Qaytar ana borcunu şeirini tədris edən zaman şagirdlərə tapşırır ki, müəllifin anaya və oğula qarşı mövqeyini müəyyənləşdirmək. Bunu təsdiq edən faktlarla fikrinizi əsaslandırın. Müəllifin mövqeyini əsaslandıracağıq biz burada. Müəllifin anaya və oğula qarşı mövqeyini müəyyən edirik. Təbii ki, bu olacaq təhlil etmək. Aydın məsələdə münasibət bildirmək var, konseptual bilik və bunun üçün də məntiqi təfəkkür olacaq. Birdən çaşı burada fikrinizi əsaslandırın, tənqid təfəkkür götürərsiniz, amma olmaz əzməmlər. Niyə görə? Çünki bu bunun
öz arqumentləri deyil. Aydındır? Bu mövqeyi hazırdır. Bu bunun öz mövqeyi deyil. Müəllifin mövqeyidir bu. Öz mövqeyini əsaslandırsaydı biz dəyərləndirmə deyərdik, tənqid təfəkkür deyərdik. Amma burada müəllifin mövqeyidir, başqasının mövqeyidir. Ona görə də qəti şəkildə burada tənqid təfəkkür cavabını seçə bilməzsiniz. Cavab olmalıdır nə? 13-cü tapşırıqda təhlil etmək, konseptual məntiq təfəkkür. 13. Müxtəlif dərk etmə qabiliyyətinə malik şagirdlər olan sinifdə müəllim təlimi təşkil edərkən dərsi kiçik qruplarla keçir. Bu zaman diqqət edir ki, qrupdakı şagirdlərin hamısı eyni potensiala malik olan şagirdlər olmasın. Yəni eyni qrupda həm dərk etməsi yüksək, həm də aşağı olan şagirdlər iştirak etsin. İnklüzivliyi, müxtəlifliyi təmin edir. Belə olduqda sinifdə müəllimin məqsədi ilə bağlı hansı fikir doğrudur? A. Şagirdlərin dini, etnik mənsubiyyətinə hörmətlə yanaşmaq. Burada heç aidiyyəti yoxdur bizim situasiyaya. B. Nəticələrini onlarla müzakirə etmir və bu aidiyyəti yoxdur. C. Müəllim şagirdlərin bu şəkildə dərsə cəlb etməklə onlara öyrədici, inkişaf edici, tərbiyəci prinsipə əməl olunur. Xeyr. Sinifdə inklüziv mühit yaradır. Bununla da şagirdlərin eyni təlim mühitində bərabər səviyyədə inkişafını təmin edir. Bəli. Bu doğru cavab olacaq. Yuxarıdakı sualın oxşarıdır. E-də aidiyyəti yoxdur heç. 14. Birinci hökm. Qütb dairəsində və ondan şimalda yerləşən ölkələrdə bəyaz gecələr olur. Qaydadır. Sonra Finlandiyanı bizə nümunə verim. Qayda plus nümunə. Nə olacaq bu? Deduktiv. Və salam. 14 tapşırıqda nə olacaq? Deduktiv düşünmə. 15. Müəllim həyat bilgisi dərsində şagirdlərə iqlim dəyişikliyi mövzusunda problemli sual ünvanlayır. Tapşırır ki, bu problemin səbəblərini, nəticələrini araşdırın. Bundan daha az ziyanla çıxmaq üçün yeni həll yolları müəyyənləşdirin. Aha. Bax, diqqətli olaq ha burada. Müəllim həyat bilgisi dərsində şagirdlərə iqlim dəyişikliyi mövzusunda problemli sual ünvanlayır. Deyir ki, problemin səbəblərini, nəticələrini araşdırın. Bundan daha az ziyanla çıxmaq üçün yeni yol həlləri müəyyənləşdirin. Növbəti dərs bu mövzu haqqında müzakirəmiz olacaq. Demək, eləyin ki, elə yol seçincə daha az ziyanla çıxaq. Daha az ziyanla çıxa biləcəyimiz ən yaxşı yolu, optimal yolu seçin. Situasiya ilə bağlı doğru olmayan fikir istəyir bizdən. Müəllim şagirdlərdə informasiya toplamaq, səriştəsi formalaşdırmaq üçün soru və araşdırma təlim modelindən istifadə edərək tapşırıq verir. Bəli, əgər şagirdlər araşdıracaqsa, iqlim dəyişikliyi mövzusunda problemli sual ünvanlayır, şagirdlər səbəb nəticəni araşdıracaqsa, bu şagirdlərdə informasiya toplamaq kompetensiyası inkişaf etdirir. Bəli, bu olar. Həm də sorğu araşdırmadan istifadə edir, doğrudur. Bizə yanlış lazımdır. B. Verilmiş situasiyada fənlər arası fənüstü inteqrasiyaya növü reallaşır və Bloomingdale taksonomiyasının yaratmaq mərhələsini əhatə edir. Baxaq. Bu da doğru olacaq. Çünki sorğu və araşdırma apararkən ümumiyyətlə ayrı-ayrı fənlərdən qazandığımız biliklərə müraciət edilir. Bu fənlər arası və fənüstü inteqrasiya. Fənüstü inteqrasiya həm də ona görə vacib ki, real həyatla əlaqəlidir. Şagird artıq burada real həyatı problem var. İqlim dəyişikliyi real həyatı problemdir və yeni həll yolu tapır. Yaratmaq mənasında ona görə olacaq ki, şagird yeni yol qoyacaq ortalığa, yeni fikir. Deyir axı burada bax, yeni həll yolları müəyyənləşdirin deyir. Ona görə B də olacaq. Yəni doğru fikir. C. Bizə yanlış fikir lazımdır. Müəllim istifadə etdiyi təlim modelinə əsasən demək olar ki, müəllim şagirdlərdə dərindən öyrənməni təmin edir. Araşdırma varsa, müəllimlər, unutmayın. Araşdırma varsa dərindən öyrənmə var. Debat varsa dərindən öyrənmə var. Sokrat dialoqu varsa dərindən öyrənmə var. Sual-cavab varsa dərindən öyrənmə var. Müzakirə varsa dərindən öyrənmə var. D. Bu tapşırığın məqsədi şagirdlərdə araşdırma qabiliyyətini inkişaf etdirmək, şagirdlərdə 20-ci əsr bacarıqlarını formalaşdırmaqdır. Aydın məsələdir, bəli. E. Müəllimin məqsədi şagirdlər arasında bərabərlik təmin etmək və təlimi diferensiyalaşdırmaqdır. Burada bərabərlikdən heç bir söhbət getmir. Cavab E variantı olacaq. 16. Şagird ilk turda arzu etdiyi nəticəni əldə edə bilmir. Özü üçün yeni gün rejimi təyin edərək növbəti yağışda daha əzmlə çalışır. Məqsinin verdiyi tövsiyələr də əməl etməklə buna nail olacağını bilir. Verilmiş situasiyasından doğru fikri müəyyənləşdirin. Şagird yanlış fikir istəyir bizdən. Şagird səhv etməkdən çəkindiyi üçün çox çalışmaq qərarına gəlir. Səhv etməkdən çəkinmir, səhv etməkdən çəkinmədiyi üçün çox çalışır. Bu yanlışdır. Bizə doğru cavab lazımdır. B. İnkişafa açıq düşüncə tərzinə malik olduğundan uğursuzluqdan qorxmur, daha çox çalışmaqla istənilən nəticəni əldə edilə bilən olduğunu düşünür. Bəli, bu doğrudur elə. C. Şagirddə qapalı düşüncə tərzinə malik olduğu yox, yanlışdır. Şagird nəticəni dəyişə biləcəyini gücü özündə görmədiyindən bu da yanlışdır. Uğursuzluğa uğradıqda nailiyyət əldə etmək üçün rəyləri ona yardım etməyəcəyini bilir, yanlışdır. Xeyr. Situasiyadakı uşaq inkişafa açıq düşüncə tərzindədir. İlk turda arzu etdiyi nəticəni əldə edə bilmir, özü üçün rejim təyin edir, daha çox çalışır.
17. Şagird ekoloji problemlərlə bağlı layihə hazırlayır. Bunun üçün bir neçə fən müəllimi ilə görüşür. Həmçinin özü araşdırma aparır. Nəticədə götür-qoy edir ki, zavodlardan havaya buraxılan zərərli qazlar, tullantılar, ağacların kəsilməsi və s. amillər ətrafdakı canlılara zərər verir. Başda səbəblərdir. Ağaclar kəsildikdə onlar məhv olur. Ağacların kəsilməsi oksigen balansının pozulması nəticələnir. Belə olduqda zavodlardan buraxılan zərərli qazlar canlılar üçün 2 qat təhlükəli vəziyyət yaradır. Təbii ki, bu vəziyyət nədir burada müəllimlər? Sistemli düşünmədir bu. Yəni ağac kəsilir, zərərli qazlar olur, insan sağlamlığına ziyan olur. Bir şey digər bir şeyə təsir edirsə bu sistemli düşünmədir. Təbii ki, səbəb-nəticə əlaqəsini müəyyənləşdirməkdə həmçində məntiqi düşünmə olacaq burada. Ona görə sistemli və məntiqi düşünmə 17 cavab olacaq D variantı. 18. Müəllim şagirdlərə tapşırıq olaraq bitkilərin böyüməsinə, temperaturun təsirini müəyyənləşdirməyə tapşırır. Şagirdləri qruplara bölür və hər qrup bir bitki üzərində təcrübə aparır. İndi gəlin baxaq bizdən nə istəyir? Eğer tecrübe varsa bir şeyi yerine getirmeyi var. Praktika var. Düzdürmü? Laboratoriya işi var. Tabii ki burada prosedural bilgidir ve tətbiq etməkdir. Bunun için de bize ne tənqid ne de yaratmaq lazım değil. Məntiqlə olan bir şeylerdir. Məntiq təfəkkürdür. 19. Uyğunluğu müəyyən edin. Gərək fikirlərin qabağına doğru yazılsın ki, doğru fikir yazılsın ki, götürək. 1. Şagirdin məqsədini müəyyənləşdirir, işlərini planlaşdırır. İlerləmək üçün böyük məqsədi parçalayır. Baxırıq burada arzul düşünmə olar, amma deduktiv ilə bağlı heç nə yoxdur. 1 getdi. 2. Şagird rollu oyun zamanı xarakterinə uyğun obrazı seçir. Məntiq təfəkkür. Bəli, oxşar olan bir şeyi seçir. 2 doğrudur. 3. Müxtəlif dövrlərdə yazılmış eyni mövzulu əsərlərin tarixi şəraitini uyğunlaşdırır. Burada oxşarlığı müəyyən edə bilərsən, amma tənqidlə bağlı bir şey yoxdur. Ona görə atdıq o ilə. 4. Məktəbdə tədbir zamanı birdən uşaqlardan biri özünü pis hiss edir və səhnəyə çıxa bilməyəcəyini bildirir. İkinci şagird çıxış yolu olaraq onları həmişə məşqdə dinləyən sinif yoldaşını prosesə cəlb edir. Bu, problemi çevik həll eləməkdir. Problemi çevik həll eləmək yaradıcı təfəkkürün xüsusiyyəti ola bilər. Həmçinin də, düzdür, problemi çevik həll eləmək həm də tənqid təfəkkürdədir. Amma alternativ həll yolu tapmaqdır bu. Bir uşaq xəstələnib, onu dedən başqa bir uşağı gətirmək ancaq kreativ düşüncəli bir uşağın xüsusiyyəti ola bilər. Alternativ həll yolu tapmaq deməkdir. Alternativ həll yolu yaradıcı düşüncənin xüsusiyyəti olar. Ona görə 4 doğru cavab olar. 5. Qısa müddətdə senari hazırlayıb tədbir keçirilməlidir. Vaxtı az olduğundan yeni senari necə çatdıracağını müzakirə edərkən şagirdin biri əldə olan köhnə senarini təkmilləşdirməyi və tədbiri bu dəfə onun əsasında keçirməyi təklif edir. Bəli, yəni bu şagird yeni bir təklif hazırlayır, əvvəlkini təkmilləşdirir. Bu da yaradıcı düşüncənin xüsusiyyətidir. 4 də 5 də yaradıcı təfəkkürün xüsusiyyətidir. 4 dən 5 bir də 2 vardır. 2, 4, 5 cavab C variantı olacaq. 20. Müəllimin yanlışa yol verdiyi situasiyaları müəyyənləşdirin. Gəlin baxaq. 1. Müəllim sinifdə şagirdlərə yerinə yetirmək üçün tapşırıq verir. Şagirddən bir neçəsi başqa mövzuda tapşırıq etmək istədiyini bildirir. Müəllim istəkləri nəzərə alaraq tapşırıqları digər mövzunun tapşırıqlarıyla əvəz edir. Bu doğrudur. Şagirdlərin istəyini nəzərə alır. Yox, bu yanlışdır. Yanlış olacaq müəllimlər. Niyə görə yanlışdır? Müəllim sinifdə şagirdlərə yerinə yetirmək üçün tapşırıq verir. Amma şagirdlərin bir neçəsi deyir ki, mən bu tapşırığı istəmirəm, mənə başqa tapşırıq ver. Bu şagirdə bu qədər azadlıq vermək olmaz. Yəni tapşırığı şagirdin xarakterinə, istəyinə uyğun eləmək olar. Amma artıq dərsin keçində mən bu tapşırıqdan xoşum gəlmədi, mənə başqasını ver. Bu yanlışdır. Bu artıq müəllim əvəz etməli deyildir. Bir yanlışdır. Demək, biri götürdük, sonra gəldi 2-yə. Bizə yanlış fikirlər lazımdır, bəli. Müəllim şagirdlərə təlimat verir ki, qarşılaşdıqları çətinləri, maneələri dəf etmək üçün istifadə etdikləri üsulların qeydiyyatını aparsınlar. Bəli, bu o doğru olar da. Bu metakognitiv biliyi formalaşdırmaq üçün öz strategiyalarını refleks eləyəcəklər. Yəni bu doğru olar. 2. Doğrudur, götürmürük. 3. Müəllim dərs zamanı şagirdlərə öyrənmə məqsədləri, fəaliyyətlərlə bağlı təlimatları çatdırır, nəticədə şagirdlərin onlardan nə gözləndiyini bildirirlər. Təbii ki, bu təlim əsasında elan eləməkdir. Skafolqlər var, bu doğrudur. 3 də götürmürük. 2 ilə 3 doğrudur. 2 ilə 3 ilə çıxanda cavab nə qalır? B variantı. 4-ə baxaq. Müəllim öyrənmə çətinliyi və ya xüsusi təlim ehtiyacı olan şagirdləri ehtiyacları nəzərə alaraq əvvəldən hazırladığı tapşırıqları bütün sinifə təqdim edir. Xeyr, xüsusi ehtiyacı olan şagirdləri nəzərə alıb hazırladığı tapşırığı bütün sinifə verə bilməzsən. Hər kəsə uyğun səviyyəli tapşırıqlar verməsən. 4 yanlışdır. 5.
Sinifdəki müəllim sinifdəki şagirdlərin informasiya savadı bazarını inkişaf etdirmək üçün onların növbə ilə elektron lövhədən istifadəsinə şərait yaradır. Əziz müəllimlər, elektron lövhə rəqəmsal savadlılıqdır. İnformasiya savadlığı deyil. İnformasiya savadlığı olmaq üçün informasiya araşdırmalısan. Elektron lövhə informasiya araşdırmaq üçün deyil. Belə deyək, rəqəmsal, müasir texnologiyadan istifadə etmə bacarıqdır. Ona görə 5 yanlışdır. Demək cavab oldu 1, 4, 5. Demək cavab oldu nə? B variantı. İndi isə gəlin birlikdə göndər düyməsini basaq və baxaq görək 20 sualın 20-si doğru cavabdırmı? Onun üçün göndər düyməsini vururuq. Sonra puanı görüntülə. Puanı görüntüləni vururuq. Bəli, nəticə 20 sualın 20-si də doğru cavabdır. Çox gözəl və dəyərli suallardır. İçində ümumi situasiyalar və keçdiyimiz mövzuları əhatə edən suallardır. Təfəkkürlə bağlı suallar idi. Buyurun, işləyin və nəticənizdə izahlara müqayisə edə bilərsiniz. Səhvlərinizin izahına baxa bilərsiniz.